Qurban müəllim son zamanlar özün belə deyək də texniki zona çox aqressiv aparır, əsəbi aparır. Onun bir nümayişi kimi bax belə bir epizod baş verdi. 40-cı saniyədə Silva sarı vərəq alır. Baxın. Bu epizodun adı nədir? Yəni burada indi bax fikir verin Qurban müəllimin reaksiyasını. Bunun nəyinə narazılıq bildirir? Xahiş edərdim bir də göstərib Tural epizodu. Demirəm ki, bu qırmızı vərəqədir, bu bir mənalı sarı vərəqədir. Yəni burada, bilmirəm, bəlkə oyunun əvvəli dediyi, futbolçu özü artıq razılaşıb epizod baş verənlərlə və baxın. Futbolçu qorxur ki, indi qırmızı vərəqə ola bilər birdən. Yox, burada qırmızı bu. Əsl tapdalama bax budur. Bəzən görsən ki, tapdalama deyirlər, ayağını sürüşür, gedir, deyirlər, tapdaladı. O tapdalama deyil, əsl tapdalama bax budur. Yəni burada düşünürəm ki, Qurban müəllim çox aqressiyaya yol verdi, ona yaraşdırmadım bunu.